10 il bundan qabaq robotlaşma məsələsi çox ciddi sual idi və planlaşdırırdılar eləməyə. Mən o proseslərin içində idim. Məsəl üçün, Avropada robot əllər var maşın istehsalında, əllə yəni götürürlər, qoyurlar və dedilər ki, hər şeyi robotlar əvəz eləyəcək. Softbank Robotics deyilən şirkət var. Bu, robotlarla bağlı Yapon şirkəti. Bunları Amerikanlar aldılar. Humanoid robotlar düzəldirdilər bunlar. Bunların hamısını yığışdırdılar bazardan və ora milyonlar, 10 milyon, 100 milyonlar pul qoyurlar və bugün biz onları görmürük. Mən o şirkətləri bilirdim ki, var və heç biri bağlanmadı. Və orada söhbət gedirdi hətta gələcəyin müharibələrindən ki, robot əlində bomba ilə qabağa gedə bilər. Hətta əlin içində aparıb harasa tullamaq məsələsi. Deməli, yəni bu robotlarla bağlı nəsə ciddi hazırlamalar var və robotun içinə beynin yerləşdirilməsi və ən ciddi sual odur ki, distans idarə olunmaq yox, robotun özü-özünün qərar verməsi hardakı internet olmaya bilər. Ən böyük suallardan biri budur. Və gələcəkdə insanın sayının azalması və robotların çoxalması, mən hesab edirəm ki, artıq dünya bu istiqamətdə gedir.